Ümumiyyətlə yazıçılar çox vicdanlı, yüksək vicdana sahib olan insanlardır və onlar yazdıkları o kitablarda da, əsərlərdə də qəhrəmanların da vicdanının səsi o qədər güclü olur ki, onlar oxucunun da vicdanının səsini oyadır və bir dəfə oyanan vicdanın səsi artıq heç vaxt susmur və beləliklə insanlar bir növ kitab oxuyanda məncə kamilləşirlər. Əlbəttə, mən icazə verin biraz mən sizin fikrinizi bir balaca yönləndirim. Yəni yazıçı özü şəxsiyyət baxımından heç də mükəmməl olmaya bilər. Amma yazıçı sənə öz əsərlərini yazmaqla imkan verir ki, sən düşüncələrinin sərhədlərini genişləndirə biləsən. Əgər orada pis obrazdırsa, görəsən ki, yəni pis obrazın pisliyi nədədir? Yaxşı obrazdırsa, bunun yaxşı obrazın yaxşılığı nədədir? Əslində baxsanız, mükəmməl yazıçı çalışır obrazlarını elə yaratsın ki, orada özü olmasın, öz mahiyyəti olmasın. Yalnız obrazlarını yarada bilsin. Yəni bir yazıçının böyüklüyü ondadır ki, o yaratdığı obrazda özünü kənarda saxlasın. Deməsin ki, hətta deyək ki, Xalid Hüseyninin Haramı əsəri var. O Haramı, daha doğrusu Min Möhtəşəm Günəş əsərində Haramı obrazı var. Yəni nikahdan kənarda olmuş uşaq, qızın taleyindən bəhs edir o. Orada onun vəziyyətini o qədər dəhşətli belə təsvir edir ki, istər-istəməz adam istəyir ki, nəsə desin ki, adam istəyir ki, o qızı belə sinəsinə sıxıb heç olmasa onun dərdini biraz yüngülləşdirsin. Amma yəni bu yazıçı amma burada özünün neytrallığını qoruyur. Yəni.